Müxtəlif rəng çeşidləri var. İndi siz bayırda göstərəcəyik. Toptan qiymət 25 manat. 2 başlıqla ən çox satılan modellərdən bunu göstərə bilərik. Brown'un saç ütüsü toptan qiymət 15 manat. Ütülərdir, başlayır 15 manatdan və üydənlər başlayır 9 manatdan. 7 manatdan hətta. Və bunlar 8 manatdır. Daha 9 manata bu var, 12 manata belə bir modelimiz var. 8 toptan qiymət 8 manat. Qiymət 15 manatdır toptan qiyməti. Qiymət 11 manat toptan qiymət. Qiymət 16 manat. Əmin edirəm ki, bu mağazadan istədiyiniz qiymətdə, istədiyiniz keyfiyyətdə məhsul tapa biləcəksiniz. Salam əzizlər, xoş gördük hər birinizi. Mən Ağacan Ağayev. Bu dəfə sizlər üçün növbəti toptancısını çəkdik. Şərhlərdə bizdən daha çox hansı toptancı çəkmək istəyirlərsə, biz həmən toptancını çəkməyə çalışırıq ki, daha çox şəxsə faydalı ola bilək. Bu dəfə də çəkdiyimiz toptancı elektrik əşyaları, saç üçün istifadə olunan elektrik məişət əşyaları ən çox satış edən toptancı mağazadır. Mağaza Bella Electronics adlanır. Növbət irəliləyən dəqiqələrdə ətraflı olaraq mağaza haqqında, yerləşdiyi ünvan haqqında, WhatsApp qrupları var ki, WhatsApp qrup haqqında, ümumi qiymətlər haqqında məlumat vermişik. Əgər sizin də ətrafınızda bu kateqoriyada məhsul axtaranlar var idisə, satışını etmək istəyənlər varsa və yaxud da mövcud mağazası vardısa və daha uyğun toptancı axtarırsa, məhz Bella Electronics mağazası ən ideal mağaza saymaq olar ki, qiymətləri çox uyğun təklif edir. Birinci əl toptancı, ixalçı mağazadır. Videoya keçməzdən əvvəl kanalımıza abunə deyilsinizsə, video sizin qarşınıza çıxırsa, kəşfiyyatdan gəlmişsinizsə, kanala abunə olun ki, növbəti toptancılarda tanımaqda sizə bildiriş gəlsin və bu videonu da paylaşın. Hansı ki, dediyim kimi, bu məhsulların satışına həyata keçmək istəyir və yaxud da axtarırdı. Bu videonu da onlara göndərin ki, onlar da faydalana bilsinlər. İndi isə keçək, mağazamızı tanıyaq. Getdik. Mağaza ünvanı yerləşir Sədərək Ticarət Mərkəzi, sıra 9, Şirniyyat Bazarı, sıra 9, mağaza 54-56. İndi isə keçib mağazada satışda olan məhsullar haqqında qısa olaraq məlumat veriləcək, çeşidləri haqqında, məhsullar qiymət aralığı və ümumi əməkdaşlıq haqqında. Onu da qeyd edim ki, bu mağazanın da WhatsApp qrupu mövcuddur ki, rahat şəkildə topdan alış etmək istəyənlər, salonlar və yaxud da onlayn satış edən satıcılar, mağazalar varsa, onlar da həmən qrupa qoşula biləcək və məhsulların çeşidlərini, qiymətlərini orada rahat şəkildə görüb, daha sonra sifarişini edə bilər. İndi isə keçək, ümumi olaraq mağazandan tanış olaq, məhsullarla tanış olaq, qiymətlərlə sizləri tanış eləyək. Getdik. Mağazada əsasən məhsullar çeşidləri gördüyünüz kimi ən çox saç üçün istifadə olunan elektrik əşyalarıdır ki, burada saç fenləridir, saç düzləşdirəci ütüləridir, saç buranlardır, epilatorlardır çeşidləri, bərbərlər üçün bərbər saç qırxan maşınlardır. Bunun həm professional çeşidləri mövcuddur ki, hansı ki bərbərlər və professional şəkildə bu işi görənlər məşğul. Həmçinin evdə istifadə edə biləcəyiniz, kəsin istifadə etdiyi məhsul çeşidləri də var ki, təbii ki, qiymətinə görə bunlar dəyişir.
Qiymət olaraq hər büdcəyə uyğun sata biləcəyiniz məhsul çeşidləri mövcuddur ki, aşağı, orta və yuxarı qiymət çeşidləri mövcuddur. Misal olaraq götürsək, saç maşınkaları, saç maşınları başlayır topdan qiyməti 12 manatdan üzü yuxarı 50-60 manata qədər. Bu hissədə olan çeşidlər əsasən saç düzləşdiriciləridir. Onu da qeyd edeyim ki, saç üçün olan elektrik məhsullarından başqa digər kiçik məişət əşyaları da mövcuddur. Onu da buradan, yəni istəsəniz buradakı çeşidləri əldə edə bilərsiniz. Bunları misal olaraq göstərə bilərik. Mikserlərdir, blenderlardır, daha sonra su qaynadıcı tefallardır, kofe aparatlarıdır. Bu kateqoriyada olan kiçik məişət texnikaları da var ki, onlar da bu mağazadan tapmaq mümkündür. Lakin mağaza əsasən ixtisaslaşıb, yenə də qeyd edirəm, saç elektrik əşyalarında. Çeşidləri həddən çoxdur, ümumi videodan da görəcəksiniz. Saç düzləşdiricilərindən danışdıq. Bunların qiyməti başlayır, ümumi olaraq, çeşid olaraq başlayır 7 manatdan 60, 70, 80 manata qədər davam eləyir. Misal olaraq bunu götürdüm. Təbii ki, bunların da çeşidinə görə, funksiyalarına görə və yaxud da temperaturun və məhsul keyfiyyətinə görə də qiyməti dəyişir. Daha sonra isə fenlər. Fenlərin qiyməti başlayır 12-15 manatdan üzü yuxarı 70-80 manata qədər. Yenə də burada qeyd etdiyim kimi həm evdə özünüz istifadə edə biləcəyiniz çeşidlər var. Əlavə olaraq salonlarda, gözəllik salonlarda istifadə olunan çeşidlərdir ki, daha çox istifadə olunur. Orada daha keyfiyyətli. Təbii ki, marka lazımdır ki, tab gətirsin, gündəlik bir neçə saat işlək vəziyyətdə olsun. Misal olaraq bu model göstərə bilərik. Bunun qiymətini əməkdaş burada yoxdur deyə. Bunun qiymətini deyə bilirik. Misal olaraq deyəsi olsaq, bu fenin qiyməti sadə evdə istifadə edə biləcəyiniz fendir ki, qiymət 15 manatdır topdan qiyməti və çeşid həddən çoxdur. Yəni hamısını bir-birini göstərsək, videonun ümumi vaxtı çox uzanacaq. Amma kim ki professional şəkildə bu işlə məşğuldur, salonlarında tez-tez istifadə edir, tez-tez ehtiyac olur, mağazaya yaxınlaşa bilər. Mağazanın əlaqə nömrəsini birazdan qeyd eləyəcəm. WhatsApp qrupda mövcuddur ki, orada da daimi şəkildə alış-veriş edənlər və yaxud da onlayn şəkildə satışını həyata keçirənlər və yaxud da mağazanız var, bölgədə fəaliyyət göstərirsiniz və bu çeşid məhsulların satışını həyata keçirirsiniz. Həmçinin onlar da rahat şəkildə WhatsApp qrupdan istifadə edərək məhsullarla tanış ola bilər, çeşidlərlə, qiymətlərlə tanış olub, öz mağazanızda, öz bölgənizdə, öz şəhərinizdə müştərilərinizə görə qiyməti seçimini edib satışını həyata keçirə bilərsiniz. Burada isə bu addeldə, bu vitrinlərdə yenə gördüyünüz kimi fenlər və daraqlı fenlər çeşidləri var. Burada isə yenə saç düzləşdiriciləri, epilyatorlar mövcuddur. Bunların da qiyməti başlayır 13 manatdan başlayır topdan qiyməti ta 50-60 manata qədər. Və daraqlı fenlər başlayır 11 manatdan qiymət ta üzü yuxarı 30-40-50 manata qədər. Əlimizdə göstərdiyimiz bu model misal olaraq desək, qiymət, topdan qiymət 30 manatdır. Daha sonra belə dəst şəkildə olanlar var ki, burada daha çox başlıqla təqdim olunur. Bunların topdan qiyməti 42 manatdır. Daha sonra isə professional bayaq qeyd elədiyim kimi VGR markasının belə saç daraqlı feni var. Bunlar qiyməti 85 manatdır. Bunların da rəng çeşidləri mövcuddur. 11 manata olan çeşidini bu gördüyünüz sadə, praktik, evdə hər kəs rahat şəkildə ev üçün alıb istifadə edə bilər. Qiymət 11 manat topdan qiymət.
Burada gördüyünüz çeşidlər MAK firmasıdır. Ütülər başlayır 30 manatdan 35 manatdan 45 manata qədər salonlarda rahat şəkildə işlədə biləcəyiniz məhsullardır. Daha sonra isə yenə də bərbərxanalarda və yaxud da salonlarda istifadə edə biləcəyiniz bu VR markasının professional fenləri var. Bunların qiyməti neçə idi müəllim? 85 manat. Topdan qiymət 85 manat. Şəhərdə bunu alası olsanız ən azı 140-150 manat. Daha büdcəli çeşidləri var, uyğun aşağı qiymətdə. Başlayır 13-15 manatdan. Burada da bir-iki model sizə göstərək. Bu modellər neçədir? Qiymət 16 manat. Qiymətinə görə əladır. 2 rejimi var temperatura görə, həmçinin sürətinə görə. Qiymət 16 manat. 25-30 manata ən azı satılır şəhərdə və yaxud da digər mağazalarda. Düzdür, bura topdan mağazadır. Yenə qeyd elədiyimiz kimi qeyd olunan qiymətlər, deyilən qiymətlər topdan qiymətlərdir. Hansı kim ki bu çeşid məhsulların satışını həyata keçirir və yaxud da daha mağaza salonlardır ki, gözəllik salonlardır ki, tez-tez əməkdaşlıq eləyirlər bu məhsulları daimi olaraq. Əgər bu mağazadan alarlarsa, o zaman onlara da topdan qiymətə təklif olunacaq. Bu hissədə isə gördüyünüz kimi ən çox bərbərxanada bərbərlər üçün və yaxud da şəxsi bəylər istifadə edəcəyi saç və yaxud da saqqal kəsimində istifadə edəcəyi maşınkalar çeşidləri mövcuddur. Hal-hazırda ən çox satışda olan, ən çox bərbərxanalarda demək olar ki, istifadə olunacaq büdcəyə uyğun, professional, dözümlü çeşid məhsullardan VGR markasının belə sadə üz qırxan və saç qırxan modelləri göstərə bilərik ki, qiymət olaraq 42 manat saç qırxan modelidir, 43 manat saç qırxan modelidir, 32 manat isə üz qırxan modelidir. Həmçinin bunun bir yerdə olan, bir qutuda olan modellər var ki, qiymət 80 manatdır. Daha sonra isə sadə evdə istifadə edə biləcəyiniz praktik modellərdən sıfır dediyimiz saçı tükü sıfırdan kəsə bilən modellərdən misal göstərə bilər. Qiymət 20 manat. Daha sonra burada daha aşağı qiymət maraqlanmaq istəyənlər varsa 12 manatdan başlayır. Onu mən sizə göstəreyim. Bunda yenə ən çox reklamlarda, mağazalarda rast gələ biləcəyiniz bir çeşiddir ki, 5-6 başlıq zaretka ilə işləyir, adaptörü var. Qiymət 12 manat, topdan qiymət. Yenə qeyd edirəm, qiymətlər topdan qiymətdir. Pərakəndə şəkildə qiymətlər isə daha fərqli qiymətlər. Çeşidlər həddən çoxdur və qiymətləri isə hamısını təəssüf ki qeyd eləyə bilmirik. Bəzi nüanslar var. Yəqin ki toptancılar və mağaza işlədənlər bizi başa düşə bilər. Həddən çox yaxından görsət. Baxın belə modellər. Bu mağazaya gəlsəz, bərbərlər, istər gözəllik salonunda çalışanlar və yaxud da şəxsi istifadə üçün məhsul axtaranlar, əmin edirəm ki, bu mağazadan istədiyiniz qiymətdə, istədiyiniz keyfiyyətdə məhsul tapa biləcəksiniz. İstər fen olsun, istər saç qırxan olsun və yaxud da xanımların istifadə edəcəyi ütü olsun, saç buran olsun, daraqlı fen olsun. İstədiyiniz qiymətdə ən çox, ən bol olan toptancı mağazadır demək olar. Qeyd edə bilərəm, gördüyüm şirniyyatda fəaliyyət göstərən mağazalardan. Ondan da əlavə bəya qeyd etdiyim kimi digər kiçik məişət əşyalarıdır ki, fen, tefallardır, mikserlərdir. Daha sonra bayırda toz soğuranlar var, indi onu göstərəcəyik. Daha sonra isə qabaqdan yay gəlir, istifadə olunan evlərdə sərinkeşlərdir ki, onların da
5'li, 6'lı pərinə görə qiymətləri 25-26 manatdan başlayır. Dəmir pərli. Onlar da inşallah barədə göstərəcəyik. Daha sonra ən çox bu dəqiqə trenddə olan məhsul çeşidi Dyson kimi tanınan Dyson markasının oxşarı deyək. Müxtəlif rəng çeşidləri var. İndi siz barədə göstərəcəyik. Topdan qiymət 25 manat. 2 başlıqla qablaşdırmada həm hədiyyəli alıb vermək olar və yaxud da satışını da keçirə bilərsiniz. Burada rəng çeşidlərini göstərək. 6 rəng çeşidi mövcuddur, 5 rəng çeşidi mövcuddur. Bənövşəyi, oranjıvı, qırmızı. Topdan qiymət 25 manat. Bayaq qeyd etdiyim sərinkeşlər hal-hazırda 5 pərlidir. Bunun 4 pərlisi də var. Qiymət 4 pərlisi 25 manat topdan qiymət, 5 pərlisi isə 26 manat. Bunun da bu mağazadan rahat şəkildə əldə edə biləcəksiniz. Belə toz soğranlar var müxtəlif çeşidlərdə. Bunlar əsasən ümumi olaraq əgər elektrik əşyalar satırırsınızsa, əlavə çeşid olaraq bunlar da burada əldə edə bilərsiniz. Lakin qeyd etdiyim kimi əsasən mağaza ixtisaslaşıb saç üçün satılan elektrik məhsullarında. Amma əlavə olaraq bunlar da topdan şəkildə təklif olunur. Burada mikserlər var, bu şəkil burada görə bilərsiniz. Daha sonra ütü çeşidləri var. Sonra belə masaj aparatları da mövcuddur, müxtəlif çeşidləri var, ütülər var, buxar ütüləri. Onları da əgər mağaza işlədirsinizsə, ehtiyac yoxdur ki, gedib kənardan alasınız. Elə bu mağazada əldə edə bilərsiniz. Belə buxar ütüləri, çeşidləri var. Qeyd etdiyim, bayaq göstərmişdi desəm, burada da epilatorlar. Qiymət başlayır 12-13 manatdan yuxarı. Belə çeşidi var. Çeşid həddən çoxdur. Kimlər ki, mağaza açmaq istəyir və yaxud da mövcud mağazası var, bu məhsulların satışını həyata keçirir. Əgər bu toptancı mağazanı tanımırsınızsa, tövsiyə edirik, gəlib bu mağazanla tanış olasınız, məhsul çeşidlərindən tanış olasınız. Daha bol çeşidlə müştərilərinizə xidmət göstərəsiniz. Ev üçün məişət əşyaları hal-hazırda endirimdədir. Demək olar ki, maya qiymətinə təqdim olunur. Məsələn, ütülərdir, başlayır 15 manatdan. Bunlar, bu modellər 15 manatdır. Daha sonra 18 manata var belə model, 27 manata var belə model. Daha sonra boyun aparatıdır, topdan qiymət 20 manata. Əgər mağazanızda bunda satışını eləyirsinizsə, topdan qiymət maya dəyərinə verilir. Çünki yeni digər çeşid məhsullar gəlir, yoldadır, bildirdilər bizə. Ona görə bunları xüsusi qeyd edirik ki, əgər bu satışı edirsinizsə, fürsətdir ki, həmən çeşid malları maya dəyərinə, maya qiymətinə, hansı ki, mağazanın belə deyim, mağazana o qiymətə daxil olub, o qiymətə də təklif edirlər yalnız toptancılara. Daha sonra belə avtomobil üçün toz soğranlar var. Avtomobilin elektrik yuvasına qoşulur, zajiqalka qoşulan dediyimiz yerə qiymət 18 manat səhv eləmirəmsə, 18 ya 20 manat idi. Daha sonra buxar ütüləri də həmsinin endirimdədir. Belə masaj aparatı da var. Qiymət 18-20 manat. Başlıqları var. Üzərində belə şəkli var, vibrasiya. Qiymət 22 manat. Baxın belə maraqlı qablaşması var. 22 manat. Daraqlı fen. Daha sonra bayaq qeyd etdiyim digər məişət əşyalarına, hansı ki endirimdədir, bunlar da endirim may dəyərinə təklif olunur. Blenderlardır 12 manat, 13 manat. Daha sonra biraz daha yuxarı qiymətdə olan 20 manat belələri var. Daha sonra isə belələri var 25 manat. Bununla bərabər digər çeşidlər də var.
kim ki satmaq doğrudan da yəni satışını eləmək istəyir, yaxınlaşsın mağazaya, əlaqə nömrəsi qeyd edəcək. Aşağıda əlaqə nömrəsindən əlaqə saxlasın. Rayonlara çatdırılma mövcuddur. Bir şərt var ki, məhsulunuzun dəyəri 100 manat və 100 manatdan yuxarıdırsa paketlənir, qablaşdırılır. Avtobuslarına, bölgələrə işləyən yük maşınları var ki, onlarla sizin fəaliyyət göstərdiyiniz rayona, bölgəyə, regiona çatdırılma ilə göndərilir. Lakin şəhərdə fəaliyyət göstərirsə, gəlib yaxınlaşıb çeşidinizi seçib, məhsullarınızı seçib, rahat şəkildə alışınızı eləyə bilərsiniz. Daha sonra belə sıfır üz qırxan maşınlar var. Bunlar başlayır 8 manatdan. Baxın, mesela bu özü 8 manatdır. 8 manatdan başlayır neçə manata qədər? 8 manatdan başlayır 45 manata qədər. Bunlar da demək olar ki, hər cibə atıb rahat şəkildə istifadə edə bilərsiniz. Yəqin ki, zaryadkası yoxdur. Buradan digər bakin bordu düzəltmək üçün olan hissəsi də var. Zaryadkası da var. Topdan qiymət 8 manat. Rahat 15, 14, 15 manata da satışını eləyə bilərsiniz. Pərakəndə satışı nə qədər olar bunun? 2 qat. 15-16 manata satılır. Satışını rahat şəkildə həyata keçirə bilərsiniz. Burada saç buranları göstərmədik. Onu da qısa olaraq keçək. Başlayır qiymət 8 manatdan. Bunu misal olaraq göstərim qiymət. Bunlar 8 manatdır. Daha sonra var daha büdcəli modellərdən 9 manata bu var. 12 manata belə bir modelimiz var. Yaxından görsənir. 8-9 manatdan başlayır. Yuxarı 40 manat, 50 manata qədər modellər dəyişir. Daha sonra isə ən çox satılan modellərdən bunu göstərə bilərik. Brown'un saç ütüsü. Topdan qiymət 15 manat. Daha sonra bərbərxanalarda və yaxud da gözəllik salonlarında istifadə olunan lipuska aparatları, qazanları. Qiymət bunlar 9 manat. Daha sonra üzü yuxarı qiymətlərdən 13 manata var, 15 manata var, 20 manata var. Kofe üydənlər başlayır 9 manatdan, 7 manatdan hətta. Bunlar blenderlərdir, yoxsa bunlar da üydənlər. Bunlar da 7 manat. Topdan qiymət. Pərakəndə görüb sevinməyin. Bunlar yalnız topdan qiymət təklif olunur. Daha sonra tosterlər var. Tosterlər neçə manatdan başlayır? 16 manatdan başlayır yuxarıya. Daha sonra belə mikserlər var. Bunlar da başlayır 8 manatdan. Qiymətlər çox uyğunadır deyə bilərik. Yəni satışını həyata keçirirsinizsə də, mağazanız varsa, rahat şəkildə ümumi 500-dan çox çeşidi var. Məhsul çeşidi olaraq 500-dan çox çeşidi var. Xırdavat məhsullarla müqayisədə 500 çeşid, yəni az çeşid deyil, yəni elektronik məişət əşyaları olan, satışı olan bir mağaza üçün. Daha sonra isə biz burada göstərəcəkdik. Belə su, dəm, çaynik qızdırıcı var, elektrikli. Qiymət, topdan qiymət 25 manat. Çayniklə bir yerdə. Bu tosterlər 1000 wattlıq belə tosterlər. Qiymət 16 manat. Bazarda demək olar ki, yoxdur. Bu mağazadan tapa bilərsiniz. Qiymət də 15 manat, 16 manat. 1000 wattdan yuxarı var, yoxsa hamısı aşağıda və burada 2000'lik də var. Bunları rahat şeydə istifadə olunur da, bu dönərxanalarda filan. Yox. Ev şəraitində. Bunlar ev şəraitində istifadə üçündür. Daha sonra belə waffle, nə bilim, qoz bişirən. Qiymət 20 manat, topdan qiymət 20 manat. Əladır. Buranla da bitirdik. Hər hansı sual yaranarsa, əməkdaşlıqla bağlı və yaxud da məhsulla bağlı qeyd etdiyimiz əlaqə nömrələrinə əlaqə saxlaya bilərsiniz, sualınızı verə bilərsiniz. WhatsApp qrup mövcuddur. WhatsApp qrupu əgər daimi şəkildə satışını həyata keçirirsinizsə, onu da qeyd eləyək. Əlavə olaraq bu mağazanın Yumiko
marketdə mağazaları mövcuddur. Mikodakı mağaza adı Fenshop gedir. Fenshopdan da məhsul çeşidlərinə baxa bilərsiniz. Orada təbii ki, qiymətlər fərqli qiymətlərdir. Pərakəndə satış qiymətləridir. Lakin burada qeyd etdiyimiz qiymətlər isə topdan satış qiymətləridir. Çeşidlər həddən artıq çoxdur. Biz nümunə olaraq bir neçəsini göstərdik. Onlarla eyni kateqoriya məhsulunun çeşidi var. Fərqli qiymətlərdə, aşağı, orta, yuxarı qiymətlərdə hər kəs öz büdcəsinə və gördüyü işə görə seçimini edə bilər. Əgər bu kateqoriyada olan məhsulların satmağını düşünürsünüzsə, öz bölgənizdə, öz yaşadığınız ərazidə mağazanı açıb satışını etmək istəyirsinizsə və yaxud da mağazanız var, bir əlavə şöbə açıb elektrik malları olaraq bu məhsullardan da satışını etmək istəyirsinizsə, mağaza əməkdaşlığı, mağaza rəhbərliyi sizə seçimdə kömək eləyə bilər ki, hansı məhsullar daha yaxşı satılır, daha tələbatlıdır, daha uyğun qiymətədir, hansı məhsullar isə daha ağır işləyir. Onlar barədə sizə ətraflı məlumat verəcəklər, kömək dəstək göstərəcəklər ki, siz də rahat şəkildə götürdüyünüz məhsulu daha tez sata biləsiniz, daha çox dövrə eləyə biləsiniz. Son olaraq onu da qeyd eləyək ki, və video arasında qeyd olundu, bərbərxana və gözəllik salonlarına topdan qiymətə təklif olunur məhsullar. Əgər ətrafınızda bu videonu görürsünüzsə, bu video qarşısına çıxıb və sona qədər, bu hissəyə qədər gəlib çıxmışsınızsa, öz bərbərinizə və yaxud da salondakı ustanıza bu videonu göndərə bilərsiniz. Onlar da yararlana bilərlər. Həmçinin də mağaza açmağı düşünürsünüzsə və yaxud da elektrik əşyalarının onlayn satışını həyata keçirirsinizsə, bu kateqoriya məhsullar satışı etmirsinizsə, gəlib mağazana tanış ola bilərsiniz. WhatsApp qrupa qoşulub bu məhsulların, bu çeşid məhsullarını da müştərinizə təklif eləyə bilərsiniz. Qiyməti qeyd eləyirik. 051 215 82 42 Samir bəydir. Sizə bütün dəstəyi, bütün bu məhsullarla bağlı, çeşidlərlə bağlı dəstəyi, köməyi verəcək. Mağaza ünvanı da təkrar olaraq qeyd eləyək. Sədərək Ticarət Mərkəzi, Şirniyyət Bazarı, sıra 9, mağaza 54 56. Bugünkü videomuz bu qədər. Ümid edirəm hər kəs üçün faydalı oldu. Kimlər ki bizdən soruşmuşdular, istəyirdilər. Növbəti toptancı hansı mağaza olsun, şərhlərdə qeyd edin və mağaza haqqında, ümumi videomuz haqqında şərhlərdə öz fikirlərinizi bildirərək bizə növbəti çəkilişdə hansı nüansları əsasən qeyd edə bilərik, nələri qeyd etməməliyik, bunun haqqında fikirlərinizi bölüşün. Biz də növbəti videolarda bunları nəzərimizdə saxlayaq. Yekun olaraq yenə də qeyd edək, kanalımıza abunə deyilsinizsə abunə olun və bu çeşid məhsulları axtaran dostlarınızla bölüşün. İzlədiyiniz üçün təşəkkürlər.